Xanımlar və cənablar, bugün mən Nurlan Qurbanov, Wuling Starlight-dan qonağınızam. Videonun keyfiyyətini maksimuma qaldırın. Ümid edirəm ki, yaxşı bir video hazırlamışam sizlər üçün. Çinlilər dizayn sahəsində özlərini kəşf edirlər. Yəni nəsə kəşf edirlər ki, bu işi yaxşı bacarırlar. Elə mühərrik və texniki xüsusiyyətləri də elədilər. Ağıllarını işlədirlər, gedirlər, böyük tarixi olan bir şirkətlə əməkdaşlıq edirlər, istehsala başlayırlar. Necə deyirlər, mənim pulum, ağlım, sənin də təcrübən və adın. Elə bu avtomobil də GM-lə, General Motors-un SAIC-in birgə əməkdaşlığından yarandı bu brend. Wuling brendi 2023-cü ilin axırlarında Çin bazarına satışa təqdim olunubdur. Bu dizayn mənim çox xoşum gəlir. İstəyir bu gündüz işıqlı, belə deyək, gündüz LED işıq zolağı. Ondan sonra bu ön fənərlər, yaxın və uzaq vuran işıqlar olsun, ön radiator barmaqlığı olsun, loqonun yerləşmə yeri və kameranın yerləşmə yeri çox xoşuma gəlir. Ona görə avtomobil dizayn cəhətdən mən düşünürəm ki, əladır. Diskləri wow olmasa da, yəni ən azından disklər haqqında nəsə düşünüblər, avtomobilə uyğun bir disk dizayn eləyə biliblər. Disk demişkən, avtomobilin ön tərəfi askı sistemi MacPherson'da müstəqil askı sistemidir. Arxa tərəfdə Y tipli 4 keçidli askı sistemidir. Hər iki disklər ventilyasiyalıdır. Avtomobil ən az Camry qədər genişdir. Burada özümdə qeydlər aparmışam. 4835 mm eni var avtomobil. Daha sonra uzunluğu var avtomobilin eninə idi. Eni 1860 mm-dir. 1515 mm-də hündürlüyüdür. Arxa tərəfdə də yenə soldan sağa düz işıq zolağı gəlir ta yan tərəflərə qədər. Sadəcə 2025-ci ildə Çin, 2023 olsun, Çin niyə bagaj düyməsini bir çox avtomobillərə gətirib buferin altına salır? Bu düymənin burada nə işi var? Və bu da bizim bagaj. Gördüyünüz kimi bagaj oldu çox genişdir. Bir velosipedimiz var, bir sumka var. 540 litrdir bagaj həcmi. Hətta velosiped qoymuşam, sumka qoymuşam, yenə bagajda yetərincə yer qalır. O da Porsche idi, getdi. Taycan idi, elektrikli. Avtomobil həm yanacaqdır, həm də ki elektrikdir. Yəni plug-in hibriddir. Avtomobilin iki versiyası var. 9,5 kW-lıq bateriyalı versiyası, bir də 20,5 kW-lıq bateriyalı versiyası var. Bu 20,5 kW bateriyası olan versiyadır. Yazılana əsasən 150 km məsafəsi olmalıdır, amma gəlin realitini danışaq ki, 9,5 kW bateriyası olan haradasa 30 km gedər, amma 20 kW-lıq təxmini 60-70 km məsafə verəcək sizə. Yəni mənim kimi maşın sürən üçün 20 km gündə maşın sürürəm. Sizə bir 4 gün rahat tam dolu şarj bəs eləyəcək. Ayda nə bilim 10-12 manat yanacağa yox, elektriki xərciniz çıxar yoxsa yox. Avtomobilin kapotundan danışmaq istəyirəm sizə. Deyir sizə bu Çin avtomobillərinin metalı nazik zat. Qardaş, bu ağırlıqda kapot olaraq kişi. Bir dənə amortizator qoymayıblar bura. Zulüm çəkirik burada. 1,5 litrlik sadə mühərrikli plug-in hibrid qurğusu ilə 201 at gücü hasil edir. Həqiqətən avtomobilin arxa tərəf oturacaqlar çox genişdir. Yəni, mən rahat bu oturacağı özümə görə tənzimləmişəm və burada yetərincə diz məsafəm də qalır, baş məsafəm də var. Burada arxa sərnişinlər üçün bir işıq mövcuddur, LED-dir. 2 dənə USB şarjing portu var ki, siz telefonlarınızı şarj edə bilərsiniz. Sonra arxa tərəf çox genişdir. Vallahi genişdir. Allah haqqı genişdir. Camry ilə bir ölçüsədir bu maşın, zarafat deyil. Sükan yaxşıdır, ergonomikdir, ələ yatımlıdır. Bu kondisioneri qışın bu gündə kim yandırıb onu da bilmirəm. Balaca bir rəqəmsal displey var, 8 inç olmalıdır bu. Belə bir 15,6 inçlik monitor var. Bu monitorda YouTube, Waze və s. multimedia funksiyaları var. Avtomobilin klimat kontrolünü monitordan idarə edirsiniz. Burada bəzi tənzimləmələr var ki, onu da monitordan idarə edirsiniz. Hətta rekuperativ tormozlama da, ələcləmə də buradan idarə edə bilirsiniz. Yüngül, standart və sərt tormozlama. 360 dərəcə kamerası da çox keyfiyyətlidir mənim fikrimcə. 4 istiqamətdə buradan baxa bilirsiniz. Hətta bir də sağ və sol tərəfə eyni paralel istiqamətdə baxa bilirsiniz. 360 dərəcəlik top, belə deyək, görüntünün yanında. Avtomobilin ön oturacağı da çox ergonomikdir, genişdir. Lazımı nə funksiya varsa onunla təchiz olunubdur. Ön oturacaqların sürücü tərəfi elektron tənzimlənir, lakin sərnişin tərəfi isə mexaniki tənzimlənir. Klimat kondisionerin düymələrini bura fiziki olaraq yerləşdiriblər. Həmçinin burada animasiya olaraq da monitorda bunu görə bilirsiniz. Tənzimləməni animasiya göstərir. Hava axını hara doğru hərəkət edir. Bunu buradan söndürürük ki, qışdır.
Düzdür, qış deyil, havalar sabahdan qış olacaqdır. Hətta bir dənə USB port qoyublar güzgünün arxasına ki, video registratorunuzu rahat bura quraşdıra biləsiniz. Avtomobildə tam elektriklə idarə etmək istəyirsinizsə, onun üçün bir dənə düymə var. EV və HEV, Hybrid Electric Vehicle. Oradan keçirə bilirsiniz rejimləri. Bu kamera qədər geniş olan Wuling Starlight'ında bu qədər. Videomuzu izləyib, bəyənib paylaşmağı da unutmayın. Hələlik salamat qalın.